Qəbul imtahanından 632.9 bal toplamış biri olaraq bugün sizlər üçün blok imtahanı məsləhət videosu çəkirəm. Elə isə getdik. Dostlar, hər birinizə salam. Kanalıma, videoma xoş gəldiniz. Mən Mikail. Az əvvəl qeyd etdiyim kimi qəbul imtahanından 632.9 bal toplamışam və siz də mənə Instagramdan, YouTubedan ancaq blok imtahanı üçün məsləhət videosu istədiniz və nəhayət bugün həmin videonu çəkirəm. Vaxt itirmədən videoya keçək. Eyni ilə buraxılış imtahanı videosunda etdiyim kimi bu videoda da ilk olaraq fən məsləhətlərimi verəcəm. Ən sonda ümumi məsləhətlərimi sizə deyəcəm. Gəlin ilk olaraq riyaziyyatdan başlayaq. Riyaziyyat imtahanında mənim nəticəm 136.35 olmuşdu. Mənim üçün yaxşı bir nəticə idi. Yəni 28 düzüm var idi. Bir dənə açıq sualım, binom olan sual orada imtahan mühitində ağlıma gəlməmişdi. Bir dənə də sual var idi qapaqlarda, onu yaza bilməmişdim, boş qoymuşdum. Ümumi olaraq nəticəmdən razıyam. Deməli, mən riyaziyyatı məktəbdə öyrənmişəm. Yəni məktəbdə yaxşı oxumuşam dərslərimi. 11-ci sinifə kimi riyaziyyatda həmişə yaxşı oxumuşam, diqqət eləmişəm. Hazırlığa da 9-cu sinifdən etibarən keçmişəm. Yəni 3 ilə tamamilə blok imtahanına hazır ola bilərsiniz deyə düşünürəm. Riyazi fənləri təbii ki, yatqınsızsa və yaxud qavramanız yaxşıdırsa, yəni bunlar yoxdursa, tövsiyə eləmirəm birinci qrup üzrə getməyi. Sonra riyaziyyatda istifadə edə biləcəyiniz çox mənbələr var ki, hansı ki sizi qabağa aparır. Ən birincisi nədir? Təbii ki də YouTube. Yəni YouTube mənim üçün necə deyim, ikinci bir məktəb olub, bir hazırlıq olub. YouTube'da buraxılış imtahanında dediyim kimi Süleyman və Nicat müəllimdən istifadə eləmişəm mən. Hər birindən də çox razı qalmışam. Xüsusilə də mən blok imtahanından bir gün əvvəl Süleyman müəllimin uzun bir canlısı var idi. Ona baxdım. Çox faydası oldu çünki mən təkrar eləməmişdim. Nə yalan deyim, ikinci cəhd üçün təkrar belə eləmədim, həvəsim çatmadı da elə də. Sadəcə trigonometriya düsturlarına baxdım, getdim imtahana. Süleyman müəllimin canlısına baxmışdım. Elə hər şeyi də orada təkrar eləmişdim nəzər olaraq. Yəni təşəkkür edirəm ona da buradan. Eyni zamanda da Nicat müəllimin də canlılarında çox fərqli tip suallar görmüşəm və yaxud mövzu izahları olsun. Hər ikisinə buradan dərin təşəkkürlərimi bildirirəm. Riyaziyyatda nəzəriyyə nə qədər önəm verək? Mən nəzəriyyəni sadəcə olaraq düşmə ehtimalı olan düstur və qaydalara baxırdım, bu qədər. Yəni saatlarla nəzəriyyə oxumurdum. Riyaziyyatınki sadəcə test tətbiq eləməkdir. Budur yəni. Bol-bol test, yəni başqa çarəmiz yoxdur. Həm buraxılış üzrə də riyaziyyatdan danışsam, həm blok üzrə də riyaziyyatdan danışsam, sizin test işləməkdən başqa çarəmiz yoxdur riyaziyyatınızı yaxşılaşdırmaq üçün. Yoxsa oturum saatlarla nəzəriyyə oxuyum, kitabdakı bütün düsturları bilim, heç nədir. O sualların maksimum 2-3-ündə siz düsturu, nəzəriyyəni işlədərsiniz. Geriyə qalanlarda da düstur, nəzəriyyə gedir. Amma əsas sizin düşünmə qabiliyyətinizi, təfəkkürünüzü ölçüdülər, riyazi təfəkkürünüzü yoxlayırlar, belə deyim. Yəni 20% nəzəriyyədirsə, 80% də tətbiq eləmə tamamlayır. Yaxşı, mən aralardan və necə test işləyirdim. Test topluları birinci, ikinci hissələr mütləq işlənməlidir. Onları işləyin, bitirin. Yəni siz oradakı bütün suallar yaza bilirsinizsə, siz garanti 27, ən az 26 düzünüz olmalıdır. Ən az. O 2-3 sualda topluda olmayan suallar düşür, onları yaza bilmərsiniz maksimum. Belə getdi. Demirəm, bu arada gedin toplunun suallarını əzbərləyin. Elə eləyənləri vardı, o səhv düşüncədir. Siz o sual tiplərini zaten görsəz yadınızda qalacaq da, yəni o qədər sualı kim əzbərləyə bilər ki, heç kim. Toplular işləndi, Güvən nəşriyyatına baxa bilərsiniz. Mən Güvənin suallarını həqiqətən bəyənirəm, sevdiyim bir nəşriyyatdır. Daha sonra da Nicat Bağışzadənin kitabı var. Siz yəni hər şeyi işləmişsiniz, bitirmişsiniz, hazırsınız imtahana. Ən çətin görmədiyiniz tip suallar görmək istəyirsinizsə, mütləq Nicat müəllimin kitabına baxın deyərəm. Düzdür, bəzən çox çətin suallar olurdu, olimpiada sualları falan idi, yazmaq mümkün olmurdu. Heç müəllim izah edirdi. Yolum bilirdim, amma yəni yaza bilməzdim də, qətiyyən nə yaxşıdır ki, elə şeylər düşmədi. Amma ki, necə deyim, beynimi işlədirdi də, yəni sizə də tövsiyə edirəm, əgər hər şeyi bitirmişsiniz, ən son dayanacaqdasınızsa, Nicat müəllimin kitabına baxa bilərsiniz. Və təbii ki də 20 sınaq. 20 sınaq çox yaxşı vəsaitdir. İsbatları olsun, oxşar tip düşür qəbulda da, qapaqlarda da görmədiyimiz tip suallar olur. Yəni 20 sınağı mütləq işləyib gedin, əgər topluları bitirib, yəni vaxtınız varsa. Bir də onu deyim ki, yəni toplularda eyni sualı təkrar işləməkdənsə, mənim şəxsi fikrimdə, az əvvəl saydığım fərqli nəşriyyatlardan siz işləsəz, faydasını daha da çox görəcəksiniz, əmin olun. İndi isə gəldik mənim ən zəif olduğum yerə, fizika fənninə. Fizika fənnindən ümumi nəticəm 133.35 olmuşdu. Deməli 29 düzüm var idi və açıqlarımdan da kəsilmişdi deyəsən, yəni oradan getmişdi balım.
Deyə bilərsiniz ki, bəs fizikanı zəif idisə necə 29 düz yazdın? Yəni mən 10-cu sinif kimi fizika ilə heç demək olar yaxşı məşğul olmamışdım. 0 səviyyəsində idim. 2 il boyunca əlimdən gələnin ən yaxşısını elədiyimi düşünürəm. Xüsusilə də buraxılışdan sonra, yəni çox ciddi məşğul olmuşdum. 2-3 ay boyunca, yəni ən çox oxuduğum fən fizika idi həqiqətən. Məsələn, riyaziyyatım güclü idi, mən bilirdim deyə riyaziyyatdan da alıb fizikaya verirdim də, yəni sırf onu yaxşılaşdırmaq üçün. Fizikada məncə, yəni riyaziyyatın eynisidir nə mənada. Düşüncə tələb eləyir, tətbiq tələb eləyir. Amma fizika riyaziyyata nəzərən bir balaca daha çox nəzəriyyə tələb eləyir. Məsələn, dedim riyaziyyatda 20% nəzəriyyə, 80% tətbiq. Fizikada belə düşündündə 40% nəzəriyyə, 60% tətbiq. Niyə? Çünki fizikada hər bir sualda siz düstur bilməlisiniz. Nəzəriyyə istəyən suallar salınır. Ətraflı suallarda nəzəriyyə ilə isbat eləməlisiniz. Məsələn, mən belə açığımdan keçmələrinin səbəbi, yəni düz yazmışam, cavab düzdür, hər şey düzdür. Sadəcə olaraq nəzəri olaraq tam əsaslandırmadığım üçün balım kəsilmişdi. Yəni siz də diqqətli olun, fizikada nəzəriyyə bir balda daha çox diqqət eləyin. Amma tətbiq təbii ki də daha çoxdur. Niyə? Fizika tam olaraq toplu tipli gedir. Yəni əməlli başlı. Bir-iki dənə toplu da olmayan sual olur orası heç, amma yəni ki çox şablon, çox toplu tipli, keçən ilin qəbullarına oxşar suallar, köhnə illərə oxşar. Yəni siz işləsəz əgər bu dediklərimi tamamilə yaza bilərsiniz. Bilirəm ki, fizikada nəzəriyyə kitabı hamımız üçün böyük problemdir. Mənim üçün də elə idi. Yəni həqiqətən ilk olaraq Rüstəmovdan oxumağa başladım. Rüstəmov mənə çox kitab eləmədi. Qətiyyən kitabı pisləmirəm. Yəni kitab haqqında bir söz demirəm. Yaxşı kitabdır. Sadəcə olaraq, yəni mən oxuyub anlaya bilmirdim, belə deyim. Mehdiyev isə mənə daha çox uyğun bir kitab idi. Dilini daha yaxşı başa düşürdüm və yəni hər şey toxunulmuşdu. Məncə, yəni abituriyentlər üçün ən yaxşı nəzəriyyə kitabı hal-hazırda Mehdiyevin kitabıdır. Amma onda da çatışmayan məlumatlar olurdu. Mən onları hardan oxuyurdum? Deməli, mənim hazırlıq müəllimimin özünün konspektləri olurdu. O atırdı və yaxud özü deyirdi, biz yazırdıq. Mənim onsuz da hər fəndən qayda dəftərim olduğu üçün fizikadan da var ki, fizikada kitab halındadır bildiyiniz. Hətta PDF halına salmışam o dərəcə. Yəni bildiyiniz bir kitabdır da 2-3 mövzunu istisna olmaq ilə hər mövzunu yazmışam, ətraflı tam olaraq, yəni izahı ilə yazmışam. Özüm oradan oxuyurdum çünki öz yazdığım daha anlaşıqlı olurdu. Mən zəif olduğum yerləri əsas məqamlara qeyd edirdim. Bilirdim ki, yəni necədir. Yəni sizə tövsiyə edərəm 9-cu, 10-cu sinifsiz, aşağı sinifsiz fizikaya hazırlaşırsınızsa, qayda dəftərimiz mütləq olmalıdır. 11-ci sinifsizsə, zəif olduğunuz məqamları, unutduğunuz məqamları qeyd edə biləcəyiniz bir qeyd dəftəri lazımdır. Qayda dəftərində sizin yəni yazmağa vaxtınız çatmayacaq. Mən qayda dəftərini 10-cu sinifdə yazmışdım, tamamlamışdım. 11-ci sinifdə sadəcə zəif olduğum yerlərdən qeydlər yazırdım ki, yəni mənim burada zəifçiliyim var, bu mövzuda bu düsturu bilmirəm, belə qeyd edirdim. Yaxşı, bəs fizikada testləri hardan işləyirdin desəz, düşünürəm ki, toplu tamamilə kifayətdir. Toplu tipli düşür, bir də ötən ilin qəbulları tipli düşür. Mən əlavə olaraq 10-cu sinifdə güvəni işləmişdim. Güvəndə çox qəşəng yaradıcı suallar vardı, amma biraz zorlayır. Xüsusilə də C variantı əməlli başlı adamı yorur. Bizə müəllim məsələn A-nı B-ni vermirdi, C-ni verirdi və yaxud B-ci verirdi, A-nı vermirdi ki, yəni biraz gözümüz çətin tipli suallar görsün ki, qəbul çətin düşsə biz problem yaşamayaq. Yəni məncə çox yaxşıdır. Vaxtı uzarsa çətin suallarda göz atmalısınız məncə. Çətin tipli suallar istəyirsinizsə 20 sınağı işləyin deyərəm. Başqa da test yazmalı olduğunuzu düşünmürəm. Yəni maksimum siz güvəni işləyin, yəni orada çətin tipli suallar görün. Bundan artığı yəni biraz yorar sizi. Yəni demə ehtiyac deyil də belə düşünün. Amma balaca sinifsiz, işləmisiniz, deyirsiniz ki, mən 10-cu sinifəm, toplular bitirmişəm, hər şey bilirəm, güvəni də işləyirəm. Digər nəşriyyatlara baxa bilərsiniz. Müdiri nəşriyyatında yaxşı sualları var. Hədəf nəşriyyatının köhnə nəşri var, o da çox yaxşıdır. Kaspi nəşriyyatından da baxa bilərsiniz. Bizə müəllim Kaspidən işlədirdi, bir də Hədəfin köhnə nəşrindən işlədirdi. Əlavə vaxtımız qalanda və yaxud sınaqlara salırdı. Yəni yaxşıdır. İnkişaf eləmək yaxşıdır. Vaxtınız varsa, niyə də yox. Amma sizin vaxtınız yoxdursa, yəni bu dəqiqə toplunu qoyub başqa bir şey işləməyə cəhd göstərməyin də, yəni belə deyim. Fizika fənnindən deyəcəklərim bu qədər idi. Gəldi informatika fənninə. İnformatika fənnindən mən 90 üstü, hətta 100 bal gözləyirdim. Çünki bizim ilk qəbulları elə yazırdım. Yəni əldə bir nəticə gözləyirdim, amma nəticəm heç də gözlədiyim kimi olmadı. 81.1 bal oldu.
Mənə təsir edən sadəcə informatika oldu həqiqətən. Yəni fizika və riyaziyyatdan heç bir problemim yox idi. O 1-2 səhifə belə dedim ki, eybi yox, canım sağ olsun, ola bilər. Amma mən informatikadan necə deyim, 90 plusluq, 100-lük bir nəticə istəyirdim. Məni informatikada geri salan nə oldu? Vaxt çatışmamazlığı ən böyük necə deyim, çalışmamazlıq məncə bu oldu. Mənim tanıdığım şəxslər də, yəni informatikanı yaza bilmədilər, elə də yaxşı. Hansı ki, çox vaxt tələb edirdi. Məsələn, informatikadakı bəzi Python sualları və cədvəllərə aid sualları, böyük sualları mən saxladım axıra ki, mən bilirdim ki, mənim vaxtım çatmayacaq, bu məni geri salacaq. Bu heç olmasa açıqlardan yazım, vaxt az tələb edənlərdən yazım ki, mənim üçün problem olmasın. Çünki niyə? Mənim hardasa bir 5-6 sual riyaziyyatdan qalmışdı, bir 4-5 sual fizikadan qalmışdı. Və 1 saat 20 dəqiqəlik bir vaxt var idi. Mən həm 10 suala baxmalı idim, həm də ki, informatikanı başdan ayağa yazmalı idim. Mən nə etdim? Başladım informatikadan birinci sualdan normal yazırdım. Ta ki, o vaxt tələb eləyən Python suallarına qədər mən o sualların həllərini çox yaxşı bilirəm, çox da yaxşı yaza bilirəm. Amma ki, mən niyə onları yazmadım və yaxud saxladım axıra, vaxtım çatmadı. Çünki mən gördüm ki, mən burada bir sualı yazsaydım, tutaq ki, 10 dəqiqə, yaxud 10 dəqiqə olmasın, 6-7 dəqiqə vaxtım gedəcək. Mən amma o 6-7 dəqiqəyə əmin olun ki, 200 sinir riyaziyyat sualını yazdım. Çünki asan suallar qalmışdı, amma mənim məntiq tələb edirdi də. O imtahanın sonunda o məntiq ağlıma gəldi, mən də yazdım. Amma ki, mən o informatikada yazasaydım belə, bir dənə sual olacaqdı, o da 3 bal. Niyə riyaziyyat kimi çox bir bal verən fənnə diqqətimi ayırmayım ki? Mən artıq bilirsiniz necəm, orada çox bal qoparmağa necə deyim, fokuslanmışdım da. Düşünmürdüm ki, informatika nəticəm yüksək olsun, düşünürdüm ki, ümumi nəticəm yüksək olsun. İnformatikadan açıqlarımı yazmağa diqqət elədim ki, yenə onlar çox bal verir. Digər qalan suallarda biraz qurban verdim açığı, çox bal toplamaqdan yana, yəni əldə edə biləcəyim ən yüksək balı əldə eləmək üçün o suallardan biraz keçdim, nə yalan deyim. Deməli, mənim 3 dənə yazmadığım sual oldu, bir dənə də səhv götürdüyüm sual oldu və bir dənə də səhvim oldu, açıqlarım düz idi. Yəni, o səhv götürməni onsuz da danışmaq belə istəmirəm. Mən elə ki, bir dənə kodlamaya 360 yazmışdım, sonra o bir kodlamada həll eləmişdim, ona da çalışdım 360 yazdım. Nabalı 2 dənə 360 oldu da, yəni onu çox əsəbləşdim. İmtahan otağında bilmirdim nə edeyim əsəbdən, amma özümü bitər toparladım ki, yarım saat qalır imtahanın bitməyinə. Sən hələ 10 dənə fizika və riyaziyyatdan sualın qalır. Ya da onlara bax. Hər nəysə, informatikanın imtahan prosesi belə keçdi. Yəni çox yaxşı keçmədi, amma yəni özümü tərifləmək üçün demirəm. Mən informatika biliyimə güvənirəm. Yəni informatikanı yaxşı bildiyimi düşünürəm. Ola bilər ki, nəticəm o istədiyim nəticə olmadı, amma ki 81 bal da elə də pis bir bal deyil. Mən ümumiyyətlə düşünürəm ki, bir insan hər bir fəndən 70-75% keçibsə, deməli bu fənni yaxşı bilir. İmtahanda sadəcə savadı ölçmürlər ki, oradakı stres səviyyəsi də önəmli rol oynayır. Sənin həminki gün xəstə ola bilərsən, keyfin olmaya bilər, imtahan otağında problem yarana bilər. Yəni bunların hər biri bir minusdur. Nəticəmə təsir edən bir faktordur. Yəni ona görə də narahat olmadım elə də. Deməli, mən informatikanı necə öyrənirdim? İnformatika fənni haqqında mənim belə zərrə məlumatım yox idi indiyə kimi. 10-cu sinifdə avqust ayından başlamışam hazırlıqlara. Deməli, informatika mənim çox sevdiyim və mənə çox asan gələn bir fənnidir. Niyə? Çünki algoritmi, Pythonu çıxanda geriyə qalanların əksəriyyəti mənim gözümdə nəzəriyyədir. Say sistemləri hesablama ola bilər ki, say sistemləri çox asan bir mövzudur. Əgər riyaziyyatınız və məntiqiniz yaxşıdırsa deyə düşünürəm. Yəni məncə onunla əlaqəlidir, bilmirəm. Lap olsun gigabayt, kilobayt söhbətləri, yəni həcm söhbətləri, bunların hər biri onsuz da riyaziyyatınız yaxşıdırsa axarına düşür deyə düşünürəm. Yəni informatikada dim dərsliyindən oxuyurdum mən, dimin nəzəriyyə kitabından. Yaxşı idi. Amma o qədər çox nəzəriyyə var. Yəni hansı kitabdan oxuyursunuz oxuyun. Əməliyyat sistemləri olsun, proqramlar olsun, yəni kompüterin hissələri olsun. Hər birində o qədər çox nəzəriyyə var ki, yəni yadımdan çox tez-tez çıxırdılar. Mən məsələn o nəzəriyyələri imtahanın 2 gün qalmış başladım oxumağa ki, onsuz da yadımdan çıxacaq. Qoy nə qədər gec oxusam, bəlkə o qədər də gec yadımdan çıxar. Belə düşünürdüm. Elə nəzəriyyə mövzusunda heç bir səhvim olmadı.
Əgər siz 15 ya da 16 mövzuda informatika hər birinin nəzəriyyəsini yaxşı bilirsinizsə, bir də tətbiq eləməyə keçməlisiniz. Yəni bol-bol test işləməlisiniz. Mən düşünürəm ki, informatikadan kifayət qədər çox test işləmişəm. İstifadə etdiyim kitabları deyim. Deməli, informatikada test toplusunu mütləq bitirməlisiniz. 2-3 dəfə bitirmişəm mən. Xüsusilə də ətraflarına diqqət edin. Daha sonra mən Sübhan Musayevin kitabını işləmişəm. Sübhan Musayevin kitabının başlanğıc səviyyəsində olanlara, yəni informatika biliyi biraz zəif olanlara tövsiyə edirəm ki, gücləndirmə məqsədilə istifadə edə bilərlər. Güvən nəşriyyatında da yaxşı suallar var idi deyə xatırlayıram. Daha sonra Array Test Bankını işləmişəm. Yaxşı suallar, yəni yaxşı demək olmadı, çox mükəmməl suallar var idi orada. Çətin idilər, tam toplu səviyyəli deyildilər. Düşməyən tip çox sual var idi. Amma ki, yəni topluları bitirmisiniz, necə deyirlər, informatika təfəkkürünüzü yaxşılaşdırmaq, inkişaf etmək istəyirsinizsə, Array test toplusu tamamilə sizin üçündür. Yəni içində çox çətin suallar var idi. Yəni çox qəşəng bir kitab idi deyə düşünürəm. Və təbii ki də Codera'da işləmişəm. Codera'nın da içində çox qəşəng suallar var. Codera Array-yə nəzərən biraz daha sadədir və mən düşünürəm ki, əslində sizə Codera əl verər bir abituriyent üçün. Çünki dediyim kimi Array biraz daha üst səviyyə idi. Yəni onu necə deyim, informatikanı tamamilə öyrənmək istəyənlər məndə yazmalıdır. Mən yazmışam, bir də müəllim yazdırırdı, sağ olsun. Amma dediyim kimi, indi sizin vaxtınız yoxdursa, özünüzü çox yormayın, oradakı lazımsız çətin suallar ilə. Vaxtınız varsa, özünüzü inkişaf elətdirmək üçün yaza bilərsiniz bizim kimi. Daha sonra informatikada testləri necə yazırdım? Dostlar, düşünürəm ki, informatikada da, fizikada da, riyaziyyatda da, hər üç fəndə ümumi olaraq bütün fənləri tətbiq eləmək önəmlidir. Amma bu riyazi ağırlıqlı, düşüncə və məntiq ağırlıqlı fənlərdə sizin tətbiq eləmə qabiliyyətiniz 2 qat daha yaxşı olmalıdır. Və yaxud sizdə bu yoxdursa, bunu yaratmaq üçün də çox çabalamalısınız. Məsələn, 100 test yazırsınızsa 200 testə qaldırmalısınız, bunu 300 testə qaldırmalısınız ki, özünüzdə necə deyirlər, bir təməl yarada biləsiniz. Mən düşünürəm ki, yəni informatikada normal nəzəriyyəni oxuyub, toplumu bitirən bir şəxs informatikada 70-dən aşağı bir nəticə yazsın. Yəni ola bilər, yazanlar olar, problemlər yaşana bilər, amma normal vəziyyətdə olmamalıdır. Çünki yəni də informatika o qədər də çətin bir, əslində çətin bir fəndir, amma hal-hazırda o qədər də çətin bir fən deyil deyə düşünürəm. Və informatikada da 20 sınağı işlənməyi unutmursunuz, mütləq işlənməlidir. Çox qəşəng sualları var, həm ətraflı cəhətdən olsun, həm oradakı sual tipləri olsun. Və mən buraxılış imtahanında demişdim, blok imtahanında da deyirəm ki, məncə 20 sınaqda olan fərqli tip suallar var, o tip suallar düşür. Yəni necə deyim, sanki dəyişdirməyə çalışırlar. Test tiplərini, sual tiplərini dəyişdirməyə çalışırlar. O köhnə tip suallardan çıxmağa çalışırlar və bunun üçün də məncə 20 sınaqdakı sual tiplərindən istifadə edirlər. Yəni ki, işləmədən getməyin. Faydası mütləq olacaq. Onlar çətin suallardakı var, onlar da sizə çox xeyirdir. İmtahan o qədər çətin olmaya bilər, amma o sualları işləmək sizin ümumi olaraq inkişafınıza yardım göstərir, belə deyim sizə. İndi də gələk, ümumi olaraq mən necə çalışırdım, həm buraxılış, həm blog necə eləyirdim. Daha əvvəlki videolarımda da buna toxunmuşam, amma tam olaraq ətraflı danışmadığımı düşünürəm. Tam indi sizə aydın izah verəcəm. Deməli, mən riyaziyyatda aprel ayına kimi, yəni buraxılışı verənə kimi də əlavə olaraq blok üçün məşğul olmamışam, nə yalan deyim. Yəni düşünürdüm ki, yəni eyni şeydir. Buraxılış üçün çətin tipli suallar işləyirdim. Özümü belə hazırlayırdım da. Sonra buraxılışı verdim, başladım görmədiyim daha çətin tip suallar işləməyə, 20 sınağı işləməyə, Nicat müəllimin kitabını işləməyə ki, orada artıq lap üst səviyyə suallar var idi. Yəni blok və blokdan da üst level suallar var idi. Yəni mən belə gedirdim açığı. Bəzi uşaqlar blok üçün də əlavə riyaziyyatla məşğul olur. Mən onu eləməmişəm də, yəni yalandan deyə bilmərəm. Fizika mənim çox öncəlik tanıdığım bir fənnidir. Həm 10-cu, həm 11-ci sinifdə, yəni çox üstündə durmuşam, heç vaxt geri plana atmamışam. Mən fevral ayının sonuna kimi oxumuşam, yəni çox yaxşı oxumuşam fizikanı. Yəni üstündə durmuşam da, belə deyim ki, çünki fizikadan heç güvənmirdim özümə. O mart ayında buraxılış tarixləri dəyişdi. Martdan aprelin 19-una kimi diqqət elədim, amma daha çox buraxılış yönümlü getdim. O bir ay fizikada biraz, necə deyim, boşladım. Buraxılış imtahanını verdim və tamamilə fizika fənninə fokuslandım. Fizika mənim əslində bu üç fəndən ən zəif olduğum, yəni heç bir məlumatımın olmadığını qoyuram kənara.
belə tam anlaya bilmirdim. Tam belə təfəkkürümdə canlandıra bilmirdim. Sonra yavaş-yavaş daxarına oturdu. Çox şükür, yəni hüsran ilə qurtarmadı. İnformatikadakı mən 10-cu sinifdə yaxşı öyrənmişdim. İndi bilmirəm də sizin səviyyəniz necədir? Siz ona uyğun bir hazırlıq cədvəli yaratmalısınız. İnformatikanı 10-cu sinifdə mən çox yaxşı öyrəndiyim üçün, yəni hər şeyi bitirmişdim, hər şeyi əla, 3-4 dənə test topusu qurtarmışdım deyə. 11-ci sinifdə nə yalan deyim, aprel ayına kimi məşğul oldum, müəllim verən hər şeyi elədim, testləri yazdım, ayrı bir məsələ, amma apreldən sonra ciddi şəkildə məşğul oldum. Bildiyiniz kimi mən yəni plan ilə hərəkət eləməyi bacaran bir insan deyiləm, plana əməl eləyə bilmirəm. Ona görə də blogda da plansız hərəkət eləyirdim. İstəyirəm ki, yəni sonda biraz nəticəm haqqında danışım, razıyammı, məmnunamı? Nəticəm, yəni tam mənim xəyallarımdakı nəticə deyil. Açığın danışması olsam. Amma nəticəmlə xoşbəxtəm, razıyam. İstədiyim ixtisası, istədiyim dildə, istədiyim, yəni əvvəldən nəzərimdə tutduğum bir universitetdə oxuya biləcəm. Yəni mənim üçün bu əsasdır. Onsuz da hər zaman bizdən çox bal toplayanlar da olacaq, bizdən az bal toplayanlar da olacaq. Biz sadəcə sonda ona baxmalıyıq ki, biz əlimizdən gələni etdikmi? Gücümüz çatdığı qədər çalışdıqmı? Mən şəxsən öz adıma deyə bilərəm ki, əldə edə biləcəyim ən yaxşı nəticə bu idi. Çalışa biləcəyim ən yaxşı şəkildə çalışdım. Bəzi problemlər yaşana bilər, məndə də yaşandı. O problemlər nəticəmin aşağı düşməyinə səbəb oldu. Motivasiyama da təsir elədi. Tam olaraq dərslərimə fokuslanmadım. Bunların hər birinin fərqindəyəm. Olub və olacaq, sizdə də ola bilər. Hamıda olacaq deyə bir şey yoxdur. Mən də olub deyə mən seçilmiş, bəxtsiz bir insan deyiləm. Sadəcə olaraq, yəni şansdır, qədərdir türklər demişkən, yəni keyfinizi pozmağa dəyməz. Siz əgər vaxtında dərslərinizi oxumusunuzsa, hazırlığınızla məşğul olmusunuzsa, bol-bol test işləmisinizsə, öz üzərinizdə çalışmısınızsa, nəticə nə olursa olsun, nəticə gözlədiyinizdən qat-qat aşağı belə ola bilər. Çox adamda olur. Siz özünüzü inkişaf elətdirmişsiniz artıq. Biraz da belə baxın. Nəticə bir insanın savadını ölçmür. Laf bir insan savadlı olsa belə ilk olaraq insan olmalıdır. Yəni siz əsas buna fokuslanın. Deməli dostlar, bu videonun da sonuna gəldik. Ümidvaram ki, sizlər üçün faydalı bir video oldu. Bundan sonraki videolarda yenə fərqli mövzularla qarşınızda olacağam. İstədiyiniz hər hansı bir mövzu varsa, yenə rəylərdən və yaxud Instagramdan mənə yazmağınız kifayətdir. Kanalıma abunə olmağı, videonu bəyənib paylaşmağı unutmayın. Dəstəyinizi rəylərdə gözləyirəm. Sağ olun, hələlik.